Herkese salam. Videoma ve kanalıma hoş geldiniz. Bugün de 682 rubrikasının yeni bir bölümüyle karşınızdayım. 3. bölüm. Fənnimiz isə bugün informatikadır. Deməli, əvvəlcədən yenə həmişə kimi qeyd edeyim. Mən imtahanda, dimin imtahanlarında buraxılış və blok ümumilikdə 682,5 bal toplamışam və belə bir rubrika başlatdım. Və burada həmin 5 fənnin Azərbaycan dili, riyaziyyat, ingilis dili, fizika və informatikanın bir-bir hər biri haqqında video çəkirəm. O haqqda uzun-uzun məlumat verirəm. Hazırlıq müddəti necə olub, nələr tövsiyə edirəm, yüksək bal necə toplaya bilərik bu haqqda. Və bugün də sıra çatdı informatikaya. Düzü 3-cü bölümdə Azərbaycan dili fikirləşmişdim, lakin informatika çox saylı istəklərə görə informatikaya üstünlük verdim. Nəysə. Və ballarımı da buralara yerləşdirəcəm mən, blok ballarımı. Tam dəqiq yadımda deyil, deyəsən birində 81, birində 87 olub informatika balım. Düzdür, baxanda, digər fənlərə baxanda, məsələn, riyaziyyatda, fizikada daha çox maksimum üzərindən gedib, informatika nisbətən aşağı ola bilər, 80'lərdədir çünki. Düzdür, ikinci şansı biraz qaldırdım, amma yenə 87'dədim. Bu o demək deyil ki, yəni həmin fən haqqında bilgim azdır. Sadəcə olaraq əvvəlcədən bunu qeyd etmək istəyirəm ki, riyaziyyat və fizikaya mən blok imtahanında üstünlük verirəm ki, onların əmsalı çoxdur, 150 bal verir. İnformatikanı isə həmişə mən axıra saxlayıram. İnformatikanın deməli həmin o 3 kodlaşdırma belə deyək də ətraflı sualı var, hansı ki proqram suallarıdır. Python biri blok sxemdir. Onlar həmişə məndə ən axıra qalır və ən axıra qaldığına görə də əlbəttə ki çoxla çatdıra bilmirəm. Amma ikinci şansda çatdıra bildim. Bir dənəsini tam bal verdilər, birində də yarı bal verdilər. Blok sxemə vaxtım qalmadı amma. Nəysə. Amma yəni birazca da əlavə vaxtım olsa onları da yaza bilərəm. Bunu əvvəldən qeyd edeyim. Onda başlaya bilərik. Yavaş-yavaş. Deməli, mən yenə həmişəki hər videoda olduğu kimi başlıqlar hazırlamışam burada və həmin bu başlıqlar üzrə informatika hazırlığı necə olmalıdır, necə olmamalıdır, bu haqda nə edəcəyik, danışacağıq. Onda başlaya bilərik. Deməli, və hər iki imtahanda bunu da qeyd edeyim ki, bir qapalı səhvim var informatikanın, ikisi də mexaniki səhvlərdir. Birinci imtahanda hansı idi, səhv dəqiq yadıma gəlmir. İkinci imtahanda mexaniki bir səhv eləmişəm, orada deyəsən mən indeksləri toplamaq lazım idi. Mən ədədləri toplamışam, tələsik bir səhv olub. O olmasa daha qəşəng olardı. Nəysə. Nəysə, onda başlayaq informatika haqqında tövsiyə videomuza. Deməli, əvvəlcə başlayırıq. İnformatika fənni necə öyrənilməlidir, necə öyrənilməməlidir? Klassik birinci başlığımız. Ümumiyyətlə, informatika fənni bilirik ki, yeni bir fəndir. Yəni, yeni əlavə olunan bir fəndir. Çox uzun, 20-30 ilin bir fənni deyil. Əslində var idi, uzun müddət tədris olunan fəndir məktəblərdə. Sadəcə qəbul proqramından yeni salınan bir fəndir informatika. Son 5-6 ildə deyəsən var. Və informatika fənni bildiyimiz kimi texniki fən hesab olunur. Yəni, riyaziyyatla sıx əlaqəli olan bir fəndir. Bunu da qeyd edeyim ki, bu videonu izləyən əziz şagirdlər, imtahan verəcək şagirdlər, informatika fənni riyaziyyatla çox sıx əlaqəlidir həqiqətən və belə deyək, fizika fənni məsələn riyaziyyatla deyirik ki, əlaqəlidir, amma informatika riyaziyyatla daha sıx əlaqəlidir. Riyaziyyatı zəif olan şagird informatikanın qətiyyən seçməsində, yəni çünki informatika elə bir fəndir ki, həqiqətən alqoritm bölməsində, Python bölməsində dəhşətli dərəcədə belə güclü məntiq tələb edən suallar var həqiqətən. Düzdür, imtahana görməmişəm lap belə dəhşətli suallar düşsün çoxlu Pythondan, sadə tiplərdə düşür, amma topluda həqiqətən dəhşət yoran tipli suallar var. Özüm işləyəndə onları görmüşəm, yəni çox dəhşətli, ağır sual tipləri var və onları dərk eləmək elə belə, yəni hazırlıqla dərk eləmək olmur da, güclü belə deyəcək, riyazi analiz eləmək bacarığı tələb edən sual tipləri var. Ona görə də informatikanı seçirsinizsə, əgər kimya əvəzinə informatika seçmişsinizsə, əgər bu videonu seçirsə, yəqin ki, elədir. Çalışın ki, məntiqiniz güclü olsun, belə analiz eləmək, sualı anlamaq qabiliyyətiniz güclü olsun, çünki informatikada həqiqətən ağır suallar var. Yorucu suallar, vaxt aparıcı suallar var. Və ERI alt qruplarının da belə deyək, əsas çətinliyi də buradan ibarətdir ki, onlar nə edirlər? Belə bir imtahanda vaxt problemi ilə üzləşirlər. Məndə elə blok imtahanlarında zaten tək problemim oldu bu vaxta kimi. Yəni çətinliklə çatdırmaq problemi. Düzdür, ikinci imtahanda, ikinci şansda mənim üçün biraz daha rahat oldu, rahat çatdırdım. Kodlara da vaxtım qaldı. Birinci imtahanda məsələn mənim kodlara ümumiyyətlə vaxtım qalmamışdı. Hətta bir 3 dəqiqəyə kodlara baxdım son 3 suala. Şeydə isə ikinci şansda isə bir 10 dəqiqə vaxtım qalmışdı. Bir 10 dəqiqədə rahat-rahat birini tam yazdım. Hətta o birisini də tam yazmışdım. Lakin biraz tələsi yazdığıma görə oradan balı kəsilib. Nəysə. Yəni problem budur ERI alt qrupunda. Kimyada bəlkə indi daha az vaxt aparır. Mən elə düşünürəm ki, kimya informatikadan daha az vaxt aparan bir fəndir. Şagirdlərin fikirlərinə, dostlarıma görə
təxminən bu deyə bilərəm. Yəni 20 dəqiqəyə, 25 dəqiqəyə, yarım saata yazıla biləcək suallardır, kimya sualları. Belə düşünürəm birinci qrupda. Düzdür, o qədər anlayışım yoxdur. Lakin informatika elə deyil. İnformatika hardasa 45 dəqiqə, 50 dəqiqə vaxt istəyirdi insandan. Hətta o sondakı 3 sualı da tam yazmaq istəyirsə, azı bir ortalama belə deyil, 50 dəqiqə vaxt ayırasınız gələsiniz imtahanda informatikaya. Bu problem var. Yəni ERI alt qrupundakı vaxt problemi həqiqətən böyükdür. Çünki riyaziyyat da həqiqətən vaxt aparır blok imtahanda, informatikada. Bəlkə fizika biraz daha az vaxt aparır deyə bilərəm. Çünki məsələn mən imtahanda fizikaya artıq bir 30 dəqiqə vaxt ayırmışam. Ortalama. Amma informatika riyaziyyat 50 dəqiqədən də çox hətta bəzən vaxt aparır. Ona görə bunu qeyd etmək istədim ki, sizə uzun-uzun informatika fənnini seçirsinizsə, siz sürətli yazmaq, sürətli tapşırıq həll etməyi bacarığınız olmalıdır mütləq şəkildə. Çünki informatika həqiqətən vaxt aparan bir tapşırıqdır. Vaxt aparan bir fəndir, daha doğrusu belə deyək. Ona görə də sizin o vaxtla yarışmağınız güclü olmalıdır. Vaxtı idarə etməyə bacarığınız güclü olmalıdır ki, informatika alt qrupunda çətinlik çəkməyəsiniz. Nəysə, deməli informatika fənni necə öyrənilməlidir, necə öyrənilməməlidir? Gəlin buna baxaq. Yenə klassik cümlələr işlədiyim informatika fənni anlayaraq öyrənilməlidir, əzbərləyərək öyrənilməməlidir. Xüsusən də informatikanın Python bölməsi məsələn qeyd edək, alqoritm bölməsi olsun və ya digər bölmələr. Nəysə, informatika nəzəriyyəyə əsaslanan sual tipləri də olur, bu düzdür. Yəni məsəl üçün deyək ki, informatikada sonuncu bölmələri məsələn, kompüter şəbəkələri, internet bölməsidir, nəzəriyyəyə əsaslanan bölmələrdən biridir o. Düzdür, bizə imtahana nəzəriyyəyə aid çox sual düşmür, məsələn 30 sual düşürsə, bəlkə indi 3 dənə ya 4 dənə nəzəriyyə tipli olur, yəni əsl nəzəriyyə sualında 2 dənə, 3 dənə belə yəni çox düşmür həqiqətən. Əksəriyyəti müəyyən bir hesablama ilə cavabı alınan bir şeydir. Yəni tam nəzəriyyə az düşür. Aparat təminatından düşür nəzəriyyə sualı, proqram təminatından düşür. Bir də bəzən internet bölməsində, çox internet bölməsindən də məsələ düşür ona görə. Belə maksimum belə deyib 4 dənə nəzəriyyə sualı görə bilərsiniz. O da az hallarda. Ona görə də informatika fənninə əsasən nə etməlisiniz? Yəni analiz bacarığı, riyazi həll etmə bacarığı və sairəsində nə olmalıdır? Güclü olmalıdır bu fənni dərk etmək üçün. Və dövrümüzün fənnidir informatika əlbəttə ki, artıq informatikaya tələbat artır, informatika ixtisasları həqiqətən güclənir. Məsələn, mən özüm Bakı Aliyyət Məktəbində işləyirəm. Təsəvvür edin, keçən il yoxsa ondan əvvəlki il idisə 681 bal keçid balı informasiya təhlükəsizliyi. Təsəvvür edə bilirsiniz necə, yəni möhtəşəm bir baldır, dəhşət yuxarı baldır. Əvvəlki illərdə belə oldu. Yoxsa bir dəfə bir mənbədə də 687 gördüm informasiya təhlükəsizliyinin keçid balı. Bilmirəm o hansı il idi, yoxsa o məlumat səhv idimi, nəysə. Yəni həqiqətən çox yuxarılardadır da Bakı Aliyyət Məktəbində bu fənnin balı. Yəni informatikaçılara özünüz də bilirsiniz ki, informatika alt qrupunda balları biraz yuxarı olur, kimyəyə nisbətən aşağıdır. Ona görə informatikaçıların işi biraz çətindir ki, hazırlıq səviyyələri güclü olmalıdır. Yəni hər şeyə hazır olmalısınız və ağır çalışmalısınız, həqiqətən çox çalışmalısınız. Keçək onda ikinci başlığa. İnformatika, deməli birinci başlığı məncə anladıq. Yəni informatika necə öyrənilməlidir, necə öyrənilməməlidir. Çalışın ki, informatikanı öyrənərkən bir də test topluluğunun mütləq şəkildə bitdiyində ikinci başlığı vəsaitlərdə orada danışacağam. Yəni informatikanı öyrənərkən çalışın ki, din vəsaitlərini əsasən bitirin. 20 sınav vəsaitli falandır ki, həmin vəsaitlər həqiqətən sizin belə deyək, informatikada yaxşı yerdə odur ki, yaxşı cəhətdən odur ki, daha doğrusu yaxşı cəhət deməyək, yaxşı olar ki, siz daha çox tapşırıq işləyəsiniz informatikada. Çünki çox tapşırıq sizə artıq o sürətli işləməyə köklüyür. Məsələn, modelləşdirmə bölməsi var bilirik informatikada. Həqiqətən vaxt aparan dəhşətli suallar var orada. Məsələn, böyük burgerlə kiçik kartof qızartması, orta ölçülü burgerlə böyük kartof qızartması, böyük kartof qızartmasının nəsə başqa bir şey, balaca menyudur, nəsə elə maraqlı suallar var. Həqiqətən vaxt aparır da, bunda hamımız razıyıq. Ona görə nə qədər o suallardan çox-çox işləsəz, o sizdə onu formalaşdırır. Məsələn, bu il 2026-cı ilin mart ayında deyəsən blok sınağı oldu DİM-in özünün. Orada düşən modelləşdirmə sualı var idi. Bir dənə həqiqətən dəhşətli sual idi. O sual xeyli vaxtımı aparmışdı. Ona görə informatikada problem budur ki, vaxt problemi yaranır. Bunu da aradan qaldırmaq üçün tapşırıqlara hazır olmalısınız. Ona görə çoxlu tapşırıq işləməyi sizə tövsiyə edirəm. Vəsaitlərə keçək onda ikinci başlığımız. İkinci başlığımız nədir? Hansı vəsaitlər ən yaxşıdır? Burada danışacağıq vəsaitlərdən. Ümumiyyətlə, vəsaitlər hansılardır? Mən özüm belə deyim, bu dəqiqə fikir verirsiniz, bu hissə nazikdir nisbətən. Çünki fizikadan riyaziyyətdə biraz hündür idi, çox idi vəsaitim. Amma informatikada bu biraz azdır. Özünüz də bilirik ki, çünki informatikanın bir dənə toplusu var, bir test toplusu var. Deməli, burada amma iki dənə toplu var məndə, biri 2023-dür, biri 2025-dir. Niyəsə ikisini də qoydum. Burada görürsünüz 23 və 25 toplular. Belə qoyum, ardıcıl görünsün videoda. 23-25 toplular. Yaxşı ki 25 toplusu çıxdı bu il, çünki 23 toplusu həqiqətən az idi içində sual sayı və 25-də bir xeyli artım var.
İndi yəqin bu il bəlkə bir dənə də çıxarırlar, biraz da artım eləyirlər. Amma bunu deməli nəyi tövsiyə edirəm? Hər videoda dediyim kimi, informatikada toplu tam bəs eləyirmi? Bəli, toplu tam bəs eləyir. Yəni bu toplunu görürsünüz də 2025 toplu. Bu məsələn mən imtahanı yerində 2 imtahana. Hər 2 imtahanda belə deyim də topludan kənar sual mən yenə görmədim. Hər ikisində. Və əvvəlkilərə də baxa bilərsiniz. Yəni 2024-dür, bir də 23-ə baxa bilərsiniz ki, həmin imtahanlarda da ya da 23 deməyim, 23-də çünki hələ toplu yox idi deyəsən elə deyil. Çünki 23-də çıxıbsa əgər 2023-cün imtahanında artıq toplusuz hazırlaşmışlar deyəsən elə idi. Ya da ki, bəlkə də səhv xatırlayıram. Nəysə, yəni 2026, 25, 24 belə deyək də əvvəlkilərə düşmüş informatik imtahanlarına baxsaz görəcəksiniz ki, məsələn bu topludan kənar bir sual yoxdur orada, qeyri-adi bir sual yoxdur. Ona görə tövsiyə edirəm sizə nə? Bu toplunu tam bitirin. Azı 2 dəfə işləmək şərtinə. Bunu da sizə tövsiyə edirəm. Özüm 2 dəfə işləmişəm. 10-da və 11-də bir dəfə. Və bəs eləyir. Çünki elədir ki, məsələn 10-cu sinifdə oxuyanda bu toplu çıxmamışdı. Mən 10-da oxuyanda bundan işləmişdik 2023 test toplusundan. 11-ci sinifdə isə bundan işlədim 25 test toplusundan. Və həqiqətən topluda yəni sual sayı kifayət qədər var, yəni az deyil, yaxşıdır. Xeyli sual var. Python bölməsi olsun, nə olsun var. Düz bəzi bölmələr var ki, məsələn azdır sual sayı. Məsələn orada aparat təminatında deyəsən az idi sual sayı. Əvvəlkində az idi 23 nəşrində, 25-də artırmışdılar. Pis deyil. Amma ümumi olaraq yenə də biraz daha çox sual olsa daha yaxşı olar. Amma yenə də pis deyil. Həqiqətən kifayətdir də. Yəni imtahana hazırlaşan şagird üçün bu toplu tam bəs eləyir yəni. Düzdür, az görünür. Bir il təsəvvürlə hazırlaşacaqsan, bu toplu bir toplu az kimi görünür. Amma tam bəs eləyir həqiqətən. Yəni biz nə etmişdik? Biz kursda hazırlaşanda yanvar ayında artıq bu toplunu bitirmişdik. Avqustda başlamışlardı. Avqust, sentyabr, oktyabr, noyabr, dekabr, yanvar 6 ay. 6 ay sonra artıq bunu bitirmişdik. Hər bir nə qədər ay vaxt qaldı? Fevral, mart, aprel, may, iyun. Fevral, mart, aprel, may, iyun saymayan ilin əvvəli idi imtahan. 4 ay harca təkrar getdik də biz kursda. Təkrar nələrdən eləyirdik? Hansı vəsaitlərini? Bu dəqiqə üstünə yoxdur, çünki vəsait almamışam mən. Təkrar eləyirdik nədən? Bir də 20 sınavı göstərim. Çünki əlavə vəsaitləri var idi. İnformatika, baxın bu toplu. Toplu nə idi? Bu vəsait 20 sınav. Bunu tövsiyə eləyirəmmi? Eləyirəm. Düzdür, bəzi fərqli tip suallar içində var. Topludan kənar tipli suallar var. Amma yenə də qəşəng kitabdır. Mən bu kitabı xoşlayıram. 20 sınav kitabıdır. Birinci qruplar üçün tövsiyə edirəm ki, hazırlaşanlar bunu alıb işləsinlər bir dəfə mütləq. Yəni deməli ümumi olaraq necə oldu? Baxın. Bir dənə test toplusu götürürsünüz 2025 hazırlaşanlar. Bir dənə də informatika 20 sınav. Bu ikisini tam işləyirsiniz. Qəşəng bitdimi bu ikisi tam bitdi də. Onda əlavə bir şey işləmədən də siz gedib imtahanda yüksək nəticə toplaya bilərsiniz. Çünki tam bəs edir yəni. Material olaraq bütün material var və buradan kənar sual hələ ki mən görməmişəm. Yəqin ki görməyəcək də yəni. Çünki dimin belə bir yaxşı xüsusiyyəti var. Həqiqətən bu xüsusiyyəti çox sevirəm. İmtahanlara topludan kənar sual salmır. Toplu tipində düşür də, yəni bütün fənlərə aiddir bu. Məsələn mən hazırlaşan 5 fənin 5-ində də topludan kənar qeyri-adi tipli bir sual məsələn görməmişəm. Fərqli tip olsa da topludan əlaqəli tamam fərqli deyil. Yəni keçilməyən bir şey olsun, elə şey yoxdur. Belə, informatikadan, yəni bu iki vəsait bəs edir. Bəs qaydanı nədən oxuyaq? Məndə qayda kitabı bu idi. Dimin deyənə, mən ümumiyyətlə dinlə gedən adamım. Elə də həqiqətən, mən ümumiyyətlə dimin vəsaitlərinə güvənirəm də. Yəni tamam fərqli bir kursun vəsaitini işlətmək biraz risklidir. Çünki o dim deyil. Sizə imtahanı dimdən verəcəksiniz. Baxın bu kitab, dimin kitabı 2023-dür məndə, düzü biraz köhnə nəşrdir. Bunun bilmədim mən yeni nəşr çıxdı yoxsa çıxmadı. 23 idi mən axırıncı fonunda ən son nəşr, nəysə. Bu kitab qəşəng kitabdırmı? Şübhəlidir. Yəni çox tərifləyə bilməyəcəm, artıq kitab qopub yapışdırmışdım. Kitab özü belə deyim də, o deyil yəni, necə deyim, mükəmməl bir kitab deyil. Bu dəqiqə məsələn informatikadan mükəmməl bir qayda kitabı mən hələ də tanımıram. Çünki əksər kitablarda artıq məlumatlar var, aparat təminatının upuzun yazı doldurublar ora, halbuki test toplusunda heç bir dənə də o tip sual yoxdur. Burada var sikanın köklənməsi, nədir belə deyək, kompüterdə yuxu rejimi və s. yəni çox artıq şey var da, yəni imtahana salmayacaqsansa, topluda da yoxdursa, niyə yəni bura salmırsan da, boş yerə bəzi vaxt itirsin şagirdlər üçün. Məsələn, aparat təminatı burada dəhşətli dərəcədə çox şey var, dəhşətli dərəcədə artıq şeylər var burada. Halbuki yəni buradan çox az sual düşür. Aparat təminatı məsələn topluda əsasən nədən ibarətdir? Giriş qruupları, çıxış qruupları və yaxud məsələn yaddaş qruuplarından bəzi sual tipləri olar. Amma yəni da buradakı məsələn artıq şeylər yoxdur. Genişləndirmə yuvaları, portlar bağlayıcılar, səs kartı bağlayıcıları, Ethernet LAN portu, düz oxumadım deyəsən adı, nəysə. Yəni həqiqətən çox artıq şey var bu kitabda. Bu kitabı alarsınızmı? Tövsiyə edərəm almalı. Mən şəxsən belə deyim də, qayda kitabı alacaqsınızsa, məncə bunu alın elə.
Çünki başqa qayda kitabları da var. Amma hamısı, yaxşısı zaten yoxdur da, yəni əlimizdə olan yaxşı yoxdursa, heç olmasa dimin olanı alaq da, yəni bunu əldə edək. Çünki belə deyək də, mən də bu kitabı alanda məsələn birinci bölmədən başladım yavaş-yavaş. Baxın neçə dəqiqə oldu video, çox 15 dəqiqə olub. Birinci başladım bu kitabdan yavaş-yavaş öyrənməyə, amma gördüm ki, irəli mövzulara gələndə aparat təminatında çox artıq şey var. Topluya baxıram ki, məsələn buradan oxuyuram, görürəm ki, buradan heç nə başa düşmürəm də kitabı, qayda kitabından. Amma toplayıb suallara baxıram ki, hamısı işləyə biləcəyim tip suallar da rahatdır. Amma burada çox ağır. Bunu oxuyanda elə bilirəm ki, heç nə bilmirəm. Amma ora baxanda görürəm ki, orada həqiqətən çox şifahi rahat şeylər var da. Xüsusən də məsələn aparat təminatına aid edə bilərik. Nəysə. Özünüz zaten görəcəksiniz. Əldə etməyiniz pis olmaz bu kitabı. Məncə götürün bu kitabı. Sadəcə olaraq məsələn müəyyən bölmələr var ki, müəlliminiz sizə deyəcək ki, məsələn burada necə yazılır. Məsəl üçün baxın, birinci bölməni tam əhatə edilir. Birinci bölməni buradan oxuya bilərsiniz. Hər yerini oxuyun. İkinci bölmə say sistemləri tam qəşəng izah olunur. Üçüncü bölmədə kodlaşdırma falan qəşəng izah olunur. Dördüncü bölmə modelləşdirmə yaxşı izah olunur. Buradan oxuyun. Amma 5-ci bölmə var burada. Aparat təminatı ilə 5 eləmi? Buradan oxumasaz da olar. Müəlliminizin izahına əsasən qulaq asın. Çünki 5-ci bölmə burada çox artıqdır. Sizi yoracaq buradan oxusanız. Çox uzundur. 6-cı bölmə. Məsələn 6-cı bölməni buradan oxuya bilərsiniz. Çünki 6-cı bölməni mən xoşlayıram. Burada həm qısa verilir, burada çox artıq şey yoxdur və tam əhatə edir. 6-cı bölməni buradan oxuya bilərsiniz. Amma 7-ci bölmə əməliyyat sistemi dəhşətli dərəcədə artıq şeylər var. Burada kitabın bir 50 səhifəsini buna həsr edirlər, amma 50 də olmasa da çox da həqiqətən 7-ci bölmə. 8-ci bölmə mətnlərin emalı. Bu necə idi? Burada artıq şeylər var. Həqiqətən var. Artıq şeylər çoxdur. Ona görə bunu da oxumasaz olar. Elektron cədvəllər yenə artıq şeylər dəhşətli dərəcədə çoxdur. Verilənlər bazasında belə deyə artıq şeylər dəhşət çoxdur. 11-ci bölmə nə idi? Alqoritm. Alqoritmi mütləq buradan oxuyun. Alqoritm qəşəng yazılıb burada. Həqiqətən superdir. Onu mütləq buradan oxuyun tam şəkildə. 12-ci bölmə gəlir Python bölməsi. Əsas bölməmiz bizim imtahanda 100 ballarsa 40 balına yaxın Python verir. 30 neçə 40 bal. Bəlkə 40-dan da çox verər. Proqramlaşdırma bölməsi. Buradan oxuyun. Proqramlaşdırma burada qəşəng yazılıb, bəlkə pis deyil. Buranı mütləq şəkildə oxuyun və cümlə-cümlə oxuyun. Hər yerinə fikir verin. Burada artıq bir şey yoxdur mənə düşünürəm. Gəlir nə? Kompüter şəbəkələri, internet. Bu artıq sizə qalır. Çünki həqiqətən bu bölmə tam nəzəriyyə bölməsidir. Oxuya bilərsiniz, oxumaya bilərsiniz, amma həqiqətən artıqdır. HTML də burada biraz artıq yazılıb, amma 16-cı bölmə informasiya təhlükəsini məncə oxuyun buradan. Yəni hər bölmə haqqında bu formada fikirlərimi dedim. Əsas da mən necə işlədim 10-cu sinifdə. Məsələn, gördüm ki, bir bölmədə çox artıq tipli qayda artıq şəkildə burada izah olunub, yəni çox lazımsızdır. Açırdım topluma baxırdım ki, hə, topluluqda rahatlıqla sualları, deməli onda oxumayım işləyim. Topluluğun işlərini qeyd edirdim, yaza bilmədiyim sualları, onları öyrənirdim qıraqda və bilirdim ki, mən bu dəqiqə topluluğu tam anlamışam. Nə olsun ki, buranı tam bitirməmişəm. Topluluq tipini tam bilirəm. Tam bilirəmsə mən imtahanda hazırlaşıram. Belə imtahanda hazıram. Belə əlaqələndirmə eləmişdim kitabda özüm üçün. Çünki bu kitabı açan şagird elə bilir ki, heç nə bilmir. Çünki həqiqətən çox artıq şey var burada. Ona görə siz nə edin? Əgər topluluğunu tam işləyə bilirsinizsə, 20 sınavı tam işləyə bilirsinizsə, deməli hazırsınız. Buradakı çox şeyə fikir verməyin, yəni. Bu formada deyərdim mən. Mən də elə elədim. Yəni topluluğunu tam bitirdim. Qaranlıq qalan yer qalmadı mənə. 20 sınavda tam bitirdim. Yəni orada qaranlıq bir yer qalmadı mənə. Və imtahana getdim. Orada da yəni yaza bilmədiyim sual yox idi mənim. 27 qapalı sual hər iki imtahanda 27 qapalı sual tam aydın idi mənə. Hər ikisində bir qapalı səhvim oldu, düz olar, biraz tələsməkdən oldu. Və 3 dənə açıq sual, 2 bildiyimiz tipləri, yəni klassik düşən tipləri idi. Topluluqda falan da var o tip suallar. Yəni bir qeyri-adi bir sual olsun, nə olsun, yoxdur. Ona görə özünüzü qorxutmayın. Topluluqda nə varsa, nə tip varsa, onları qəşəng öyrənin. Nəzəriyyə hissələr də topluluq tipində olur. Yəni qeyri-adi bir şey olmur. Tam sizə bəs edəcək. Məsələn, sual verə bilərsiniz ki, orada şey var idi. Hansı bölmədi? 20 sınavda 1-2 sual görmüşdüm mən ona aid. Kompüter şəbəkələrində idi. Baxın, şəbəkə topologiyaları. Baxın bu, aktiv şəbəkə avadanlıqları, pasiv şəbəkə avadanlıqları. Aktiv avadanlıqlar var burada. Hub toparlayıcı, switch kommutator, bridge körpü, router yönləndirici, gateway, şlüz şəbəkə keçidi, wireless access point, simsiz giriş erişim nöqtəsi, Wi-Fi adapter falan. Məsələn, baxın, bu hissə var idi. Topluluğun özündə də var, buna aid 1-2 dənə sual. 20 sınavda var. Məsələn, əgər topluluqda varsa, bunu deməli buradan oxumaq mütləq lazımdır. Və bu tip əlaqələndirin. Amma məsələn, nədir burada? Məsələn, baxın, şəbəkə arxitekturası bölməsində burada çox artıq şey yazılır, amma heç birinin aid topluluqda sual yoxdur. Deməli, buradan boş verə bilərsiniz. Yəni, baxın, belə əlaqələndirə bilərsiniz özünüz üçün. Mən belə eləmişdim şəxsən və uğurlu da oldu.
Nəysə, bu oldu bizim vəsaitlərimiz. Başqa da ki, informatika vəsait bir xeyli var həqiqətən. Eşitmişəm də adların, kitabların. Sadəcə indi qeyd etmək istəmirəm, çünki mən özüm sabit bir başqa kitab tam işləməmişəm. Yəni sınav falan işləyirəm, güvənlik sınavları, hədəfin sınavları, OTK-nın sınavları işləyə bilərsiniz həqiqətən. Yaxşıdır. Pis deyil. Amma bir də mütləq şəkildə nə işləyirsiniz? Deməli, bir də ümumiləşdirək vəsait söhbətin. Bu iki vəsait 20 sınav və 2025 toplu. İndi yenisi çıxsa bu il 2026-da 26 toplu götürəcəksiniz. Ən yenisini götürün informatikada. Çünki içi dəyişdirir həqiqətən informatikanın. Çünki genişləndirilir hər il mən bildiyim qədərilə. İndi bu ildə yəqin genişlənər. Bir dənə toplu, bir dənə də 20 sınav. Qurtarı getdi. Tam bitirdisə əgər etsin, deməli imtahana rahat hazırsınız. Amma heç eləməyə ehtiyac yoxdur. Bir də əvvəlki illər işləyin mütləq şəkildə. O da sınav əvəzi, sınav kimi yəni. Tam hazır olacaqsınız belə etsəz. Bir də mən burada dəftərlərimi gətirmişəm. Onları göstərmək istəyirəm sizə. Baxın, məsələn, bu mənim dəftərimdir. İlk bölmə biraz nəzəriyyət deyə qapalıdır. Məsələn, baxın, bu ikinci bölmədir deyəsən. İnformasiyanın kodlaşdırması. Məsələn, baxın, bir də səliqəyə də önəm verməyinizi istəyirəm. Çünki mən özüm, məsələn, səliqəli işləyəndə daha, necə deyim, rahat hiss edirəm özümü. Baxın, çalışın ki, belə bir-birdə, məsələn, bir-bir işləyirəm sualları, mən təsəvvür edin. Sual bitəndə cavabı dairələyirəm, keçirəm üstündən. Məsələn, baxın, bu şeydir, modelləşdirmə bölməsidir məndə. Və ya cədvəl prosesorlarını burada keçmişəm. Məsələn, elektron cədvəldə diaqramlar bölməsi falan. Yəni, səliqəyə fikir verən biriyəm. Mən, məsələn, səliqəli işlədikdə qəşəng alınır. Məsələn, bizim məşhur hansı bölməmizdir? Bu Python'da deyəsən, yoxsa alqoritmdir, Python olmalıdır. Python'da yəqin ki, Python bölməsi idi bu. Baxın, Python bölməsinin sualları. Sonra deyəlir burada internet bölməsi, kompüter şəbəkələri. Ay, yox, Python deyildi o. Yox, Python deyildi, o görləriniz var idi, belə oxulaşayım. O şeymiş, alqoritm, proqramlaşma burada gəlir. Biz niyə burada tərsinə deyirlər, ən axırda niyə proqramlar? Çünki biz kursda hazırlıqda bir qərar verdik ki, hamısını bitirək, Python-u ən axıra saxlayaq. Bütün bölmələr bitdi, axırdakı bölmələrdə Python-la proqramlaşmaya elə başladıq. Ən axıra saxladıq ki, rahat-rahat tələsmədən işləyək də, heç nə qalmasın arxada. Bu formada nəysə çox göstərdim. Bu da oldu mənim dəftərim. Bu dəftərdə davamıdır, Python-un davamıdır. Yarımçıq qalmışdı o dəftərdə çünki. Belə, bir də nəyi göstərmək istəyirəmsə, baxın, bunu özüm hazırlamışdım Python-da. Baxın buna, istəsiniz bunu da şəklin post kimi paylaşacağım. Arxasını da göstəreyim belə. Bunu özüm hazırlamışam, çünki baxın, belə bir şey var idi bizdə. Topluda mən o tip sual görməmişəm, düzdür. Topluda yəni mən nə tip sual nəzərdə duram? Məsəl üçün bir sual var idi bizdə informatikada, bəlkə işləyənlər bilər. Bu bölmə işarəsi var ya, məsələn, bir xətlə olan bölmə işarəsi. İndi ekrandan baxanda yəqin ki, belə görünəcəkdir, indi belə. Baxın, o bölmə işarəsi, məsələn, yazıram 7, məsələn, 7 mi? 8 böl 2, bir xətlə. Yazsaz, bərabərdir 4 yazsaz, bu səhvdir, məsələn. Yaxşı informatik oxuyanlar bunu bilər. Bu 4 deyil, 8 böl 2, 4 deyil. 4.0-dır. Və topluluğun özündə görməmişəm elə bir sual. Amma 20 sınavda var idi belə bir sual. Bölmənlə vermişdi bu xətlə. Cavab A variantı 4 idi, B variantı 4.0. Cavab 4.0 olan idi. Və 4 yazsaz səhvdir. Belə bir məqam var idi. Mən ona görə özüm üçün belə bir vərəq hazırladım ki, hansı operatorlar nə verir. Burada özüm üçün qeyd etmişəm. Int-də int, float-da float verənlər. Üstə gəlmə, çıxma, modul, vurma, qüvvət, tam bölmə və qalıqlı bölmə. Burada yazmışam ki, özüm üçün biraz humoristik davranıb. Tərs kimi həmişə float verənlər. Hansılar da tərsli eləyənlər. Adi bölmə, square root, kök, bir də power qüvvət. Düzdür, bu power-ayı topluda bir dənə də nümunə yoxdur. Bu əslində elə belə yazdım, boş qalmasın deyə. Əsas iki dənəsi lazım olacaq sizə. Bölmə, bir də sqrt yazan, square root, kök. Bu ikisini eləyir, həmişə float verir. Cavab məsələn 7 tam olaraq 7 çıxırsa 7.0 yazır onu. Bunu yadda saxlayın məsələn. Bunu özüm hazırlamışdım o vaxt ki, lazım olardı bir dənə də əzbərləmişdim özüm üçün. Məsələn, baxın, belə şeylər də eləyə bilərsiniz özünüz üçün ki, xırda-xırda. Məsələn, bura məsələn pasiv şəbəkə avadanlıqdan yazıb xüsusiyyətdən yaza bilərsiniz özünüz üçün də. Yəni bu tip şeyləri açıq olun ki, qeyd olsun, xırda şeylər olsun, qeyd etsəz yaxşı olar. Çünki bəzən olur ki, məsələn, fərqli tip suallar çıxır. O tip fərqli tip suallar görəndə məsələn 20 sınavda onları qeyd edə bilərsiniz özünüz üçün ki, yadınızda qalsın. Belə. Bunu da göstərmək istədim. İstəsəniz bunu da şəklin post kimi qeyd edə bilərəm. Nəysə, bu da belə. Vəsaitlər bu formada, yəni əsasən bu vəsaitlər tam bəs edir. Yəni informatika hazırlığı üçün toplu tam bəs edir. Topluda kənar bir sual tipi düşmür ora. Keçirik üçüncü başlığımıza. Üçüncü başlıq nədir? Digər fənlərə nisbətdə bu fəndə nə qədər vaxt ayıraq? Deməli, informatika fənni əlbəttə ki, bu videonu izləyirsək
birinci qrup şagirdidir. Çünki informatika başqa bir qrupda yoxdur. İndi informatika fənninə nə qədər vaxt ayıraq? Deməli baxın, informatika fənninə əlbəttə ki, Azərbaycan dili və ingilis dilindən daha çox vaxt ayırmalısınız. Çünki texniki bir fəndir, vaxt istəyir. Riyaziyyatdan daha az vaxt ayıracaqsınız. Fizikadan da məncə daha az vaxt ayıracaqsınız informatikaya. Fizikadan bəlkə biraz mübahisəyə girə bilər. Çünki fizikaya bəzən az vaxt ayırır, informatika çox. Amma məncə elə eləməyin. Fizikaya daha çox vaxt ayırın, informatikaya 3-cü yerdə vaxt ayırın. Çünki informatika nə qədər materialı belə deyək də ağır olan bölmələri olsa da, ümumi material olaraq çox şey yoxdur informatikada. Bölmə sayı azdır. Fizikanın 28 bölməsi var, amma informatikanın səhv eləmirəmsə 13-dür ya 14-cə bölməsi olmalıdır. Yəni azdır. Ona görə də informatikaya nisbətən az vaxt ayıra bilərsiniz. Nisbətən az vaxt ayıra bilərsiniz. Çünki çatacaq zaten xeyli vaxtınız da var. Əlavə material işləyirsən, əlbəttə ki, indi biraz çox vaxt ayırmalısın. Mən əlavə material işləməmişəm il ərzində. Yəni qeyri-adi başqa bir kitab işlətməmişəm. Bəlkə indi müəllim bizə sınavlar atırdı, müxtəlif mənbələrdən suallar atırdı, işləyirdim, amma alıb kitabı qoyum qabağıma bir-bir işləyim. Məsələn, Codera işlədənlər görmüşəm də bir-bir bütün bölmələri işləyirəm, mən işləməmişəm. Niyə? Çünki toplu tam bəs eləyirəm imtahan üçün. Niyə özümə əlavə olaraq yorum? Və tam da bəs elədi, yəni elə işləsəydim başqa kitab, yenə eyni nəticəni yığacaqdım, yəni. Ona görə toplu tam bəs edir. Yəni əlavə kitablara mən özümü digər fənlər deyirdim. Mən oturub yəni tam başqa bir nəşriyyatın kitabı olsun işləməmişəm. Əsasən topluları işləmişəm. Bir də dimin 20 sınavları bütün fənlərdən. Bir dənə ingilislə işləməmişəm mən 20 sınavı. Ona görə vaxt qalmadı çünki. Amma 7 ingilislə 100 yazdım buraxılışda. Buraxılışda baxın 3 fən var. İndi bunu da əlavə bir məlumat kimi qeyd edeyim. Azərbaycan dili, riyaziyyat, ingilisdir. Azərbaycan dili və riyaziyyatdan 20 sınav işlədiyim, getdim onlar 100 olmadı. 1-2 balım kəsildi. Səhvləri var idi. Amma ingilislə 20 sınava toxunmamışdım heç, maksimum oldu ingilisdə. Bunu da qeyd edeyim belə bir məqam kimi. Nəysə, digər fənlərə nisbətdə informatikaya nə qədər vaxt ayırdıq məncə bildiniz. Ümumi olaraq informatikaya vaxt ayırmaq lazımdırmı? Ayırmaq lazımdır. Xüsusən də Python bölməsinə vaxt ayırmaq lazımdır. Həqiqətən çox vaxt aparan suallar var. Pythonda məsələn bir-bir işləyəndə həqiqətən fikir verəcəksiniz ki, bir sual özü vaxt aparır deyə orada 120 neçə sual var hər bölmədə. Bir 300-400 test var Python bölməsində ümumiyyətlə. Hələ açıqları saymıram. Onları işləyirsə ümumiyyətlə xeyli vaxt lazımdır Pythonda. Bir 2 ay falan vaxt ayırasınız gərək ki, ciddi şəkildə tam dərk eləyəsiniz, analiz eləyib başa düşəsiniz. Bu da oldu vaxt cavabı. Keçirik 4-cü başlığımıza, sonuncu başlığımıza. Bu 3-cü başlığı idi digər fənlərə nisbətən nə qədər vaxt ayıram. 4-cü başlığımız isə artıq videomuz yarım saat olur. Nəysə, 4-cü başlıq o deyil. Nəysə, əlavə tövsiyələr, öz istifadə etdiyim taktikalar. Deməli, informatikada əlavə nə tövsiyələr eləyərdim? Bunları da eləyək və videonu bağlayaq. Bu arada bunu da qeyd edeyim ki, daha çox bu tip videoların davamının gəlməni istəyirsə, videoya like atmağı, kanala abunə olmağı unutmayın ki, həvəslənən digərlərini çəkin. 2 fənnimiz qalıb, Azərbaycan və ingilisdir. 4-cü bölümdə nə çəkim onu irəlidə qeyd edərsiniz. Nəysə. Deməli, nələr tövsiyə edərdim mən? Deməli, baxın, belə deyəkdən, özünüzü çox sıxmayın informatika üzrə. Yəni, fərqli bir tip sual düşər, qeyri-adi bir sual düşər, heç görmədiyim tip sual düşər, nəsə baş verər birdən imtahanda, yıxılaram. Yəni, özünüzü çox sıxmayın. Yəni, əgər toplumda işləyib bitirmişsinizsə, ciddi də, yəni, şagird kimi işləmişsinizsə, yola verməmişsinizsə, özünüzü sıxmağa ehtiyac yoxdur. Toplumda işləyən şagird gedib imtahanda da yazacaq, yəni. Yaza bilmədiyiniz sual çətin ki, qabağınıza çıxsın. Çünki toplu işləyən şagird üçün bütün suallar aydın. Məsələn, mən toplunu işləmişdim, 20 sınav işləmişdim və əlavə bir sınavları işləməmişdim o qədər də. Və tam o səviyyədə düşdü, gedib yazdım. Bir də sizə nəyi demək istəyirəm burada? Baxın, məsələn, mən məsələn, başqa nəşrləri mən niyə tövsiyə eləmirəm? İnformatikada xüsusilə bunu qeyd etmək istəyirəm. Çünki məsələn, başqa nəşrlər nədir? Məsələn, başqa tip kitablar var da, elə deyilmi? Məsələn, Güvənin özündə olsun, başqa kitablar olsun. O qədər artıq şey var ki, o kitabların içərisində, fərqli kitablarda. Yəni, Pythonda məsələn, bizə müəyyən şeylər düşür də, yəni sual tipləri düşür. Məsələn, bu Güvəndə məsələn olsun, qeyri-adi məsələn adlar, qeyri-adi operatorlar var orada məsələn. Qüvvət var ya, məsələn, P-O-W yazılır, power. Topluda ona aid sual bir dənə də yoxdur. Məncə yoxdur, heç yoxdur. Topluda bir dənə də o sual yoxdur. OTK 20 sınavda görməmişəm onu. Amma məsələn, Güvəndə falan var, power sualları, qüvvət. O imtahana düşmürsə, niyə başqa vəsaitdə mən bunu işləyim, beynimi doldurum məsələn? Zaten düşmür, yəni niyə başqa nəşr bunu salsın ki? Topluma görə mən xoşlayıram ki, nə düşəcək imtahana, onlar topluda var. Amma başqa kitab işləyəndə sənin beynin dolur boş şeylər, artıq şeylərlə, həqiqətən çox şey var. İndi deyəcəksiniz ki, başqa şey işləməyim. İşləyə bilərsiniz, amma mən özüm şəxsən işləməmişim belə ciddi. Ki, çünki bilirdim ki, yəni başqa şey işləyəndə mən təzə şeylər qabağıma çıxır və deyirəm ki, belə şey topluda yoxdur, onsuz imtahan düşmür, mən bunu niyə işləyim? Yəni, belə edirdim öz-özümə, həqiqətən var idi. Başqa nəşrlərdə bu tip qeyri-adi hallar olurdu. Düşməyən şeylər, hər hansı bir bölümü ola bilər, məsəl üçün. Məsələn,
yəni qəribə suallar. Məsələn deyir ki, qrafik faylın atributlarını seçin. Hansı bir sınavda görmüşdüm məsələn. Düz o biraz çoxlu olan sual tipidir. Amma məsələn o lazımsız bir sual kimi məsələn gördüm mən o sualı. Və yaxud baxın Excel. Güvəni açsaq, güvənin bir kitabı vardı orada məsələn tapşırıq kitabı. Orada Excel-də o qədər şeylər var. Məsələn count saymaq var, count A var, count if var. Başqa yəni şeylər var. Operator deyək də, yəni müəyyən iş görən operator. Amma topluda bir dənə sum yazılan var, sum, toplamaq. O var. Ondan başqa varmı? Bilmirəm, amma topluda çox az idi. Yəqin o sum idi. Amma məsələn güvəndə 50.000 dənə şey var, operator var. Heç biri də gəlib sizin dim imtahanı düşmür. Niyə mən onları əzbərləməliyəm? Niyə öyrənməliyəm yəni? Ona görə deyirəm ki, yəni sizə tövsiyəm budur ki, dimi işləyirsiniz, məsələn dimi tam işləyirsiniz, amma gedib məsələn güvəni işləyə bilmirsiniz, təzə şeylər var. Özünüzü sıxmayın, zaten onlar düşən deyil. Çünki dimdə yoxdur, o düşən deyil. Və buna yəni garantiya verə bilərsiniz. Bunu qeyd etmək istədim xüsusi olaraq, çünki mənə də bu hazırlaşan müddətdə məsələn pis təsir eləyir kimi, yəni ki bilmirmişəm kimi hissə qapılırdım da elə şeylər görəndə. Ona görə özünüzü sıxmayın. Həqiqətən vəsait çoxdur. Artıq şeylər də çoxdur həmin vəsaitlərdə. Amma din bəs eləyir, yəni ona görə deyirəm. Artıq şeylər həqiqətən çoxdur və qabağınıza da çıxacaq, yəni görəcəksiniz özünüz hazırda müddətdə ki, çox artıq şeylər var. Həqiqətən dəhşətli dərəcədə artıq şeylər çoxdur başqa kitablarda. Amma topluluqda elə deyil, topluluqda azdır. Python bölməsi olsun məsələn. Pythonda da məsələn başqa şeylər var. Məsələn baxın A virgül B bərabərdir B virgül A. Bu nədir? A-ya B-ni mənimsədir, B-yə A-nı mənimsədir. Amma buna aid topluda məsələn məncə sual yoxdur, amma güvəndə bu tip bir hal var idi. Və yaxud məsələn nə idi orada? True false söhbəti Pythonın özündə güvəndə görmüşdüm. Yoxsa başqa Cloudera nəsə bir kitabda idi. Məsələn çox qəribə Pythonda bir şey var idi. Yəni heç topluda görmədiyimiz tip bir şey var idi. True false idi, 1 0 nəsə bir məntiqi verilənlərin tipi aid bir şeydir, yəni qeyri-adi bir şeydir. Özüm onu öyrənməmişdim deyə o vaxt, indi yanımda deyil. Məsələn düşmüşdü də, yəni baxırsan suala ki, mən belə bir sual görməmişəm axı heç vaxt. Amma sual qabağında deyil, həll eləməlisən. Amma mən belə bir sual görməmişəm, amma topluda yoxdur, imtahan düşməyəcək. Niyə işləyim də, onu niyə yorum özümü? Ona görə mən başqa nəşələrə bu qədər belə mənfiyəm. İnformatikada dayanmadım. Məsələn, riyaziyyat, Azərbaycan ingiliscə olsun, fizika olsun, belə şeylər çox rastlanmıram. İnformatikada həqiqətən çoxdur. Yəni artıq şeylər çoxdur başqa kitablarda. Ona görə mənə həm nəşrlərə məsləhətim budur ki, din nə salır, ona uyğun kitabınızı çap eləyin. Yəni çox artıq şey doldurursunuz. Yəni həqiqətən çoxdur artıq şey başqa nəşr kitablarda. Bilmirəm, indi bəlkə də elə tip kitab var ki, içində hər şey tam bəs eləyir, amma bilmirəm valla. Məsələn, elektron hesablama maşınları deyəsən, EHM-lər, birinci nəsil EHM-lər, ikinci nəsil EHM-lər, üçüncü nəsil belə bir şey var idi. Məsələn, mən onun sitazlığı başında haradasa görmüşdüm, sınaq idi. Başladım ki, işləyimdə hə bu bölümdən keçmişəm. Baxın, bunlar nə deyə mən heç görməmişəm. Yəni başqa bir kitabdan idi deyəsən, üstündə də yazılmışdı, yəni hazırlıq üçün də, yəni imtahanlar, din imtahanı hazırlaşanlar. Mən din imtahanı hazırlaşıram, amma bu düşən şey deyil axı məndə. Ona görə də bu tip şeylər görəndə özünüzü sıxmayın. Özünüzə bir sual verin. Topluluqda belə bir şey var idi, mən işləmişəm topluluğu. Yox idi, mənə düşməyəcək tarih keçişindən. Özünüz biləcəksiniz artıq topluluğun işləndə ki, nə tip düşür, nə tip düşmür. Ona görə özünüzü sıxmayın başqa kitablarda qeyri-adi suallar görəndə. Bunu xüsusi olaraq qeyd etmək istədim, çünki bir vaxtlar mənim ürəyimi çox sıxırdı. Yoruldum, çox yoruldum. İndi bəs artıq 30 dəqiqədə keçir video tövsiyələrim bu qədər ümumi olaraq. Və bu videonun artıq blok fəndən tövsiyələrim bitdi. Blok imtahanında sizə nə tövsiyə edirəm? Yəni birinci hansı fəndən başlayaq? Bunu da qeyd edeyim. Mənim fikrimcə indi hərə öz fikri var. Amma məncə riyaziyyat və fizikanı bitirin, sonra informatikaya keçin. Çünki informatika elə bir fəndir ki, informatikanın ən başda yazımı bitirməyə çalışırsınız, maksimum yazmağa çalışırsanız, açıqlar sizin vaxtınızı aparacaq həqiqətən. 1 saatdan da çox bəlkə vaxtınız gedəcək informatikaya, sonra riyaziyyat və fizikanı çatdıra bilməyəcəksiniz. Və riyaziyyat və fizikanın əmsalı çox olduğuna görə, 1.5 əmsal olduğuna görə sizin itirdiyiniz balın miqdarı daha çox olacaq. Məsələn, mən ona görə informatikanı axıra saxlamışdım ki, mənim çatdıra bilmədiyim suallar informatikada qalsın. Əmsalı az olduğuna görə mənim balımı daha az kəssin. Məntiqini tutdunuz. Məsələn, mən tutaq ki, 2 dənə açıq sualı çatdıra bilməmişəm. Tutaq ki, indi 2 sualı çatdırmamışam açıq sualı. İnformatikada nə qədər bal aparır olar məndən? 12 bal. Fizikada nə qədər aparır? 18 bal. Həm 2 açıq sual. Amma mahiyyətcə əslində eyni şeydir. Mən informatikada çatdırsaydım, onu fizikada qalacaqdı. Fizikada olar işləsəydim informatikada. Çünki vaxt olaraq informatikadakı hətta daha çox vaxt aparır. Balı azdır fizikadan. Amma fizikanın açıqları məsələn mənim daha az vaxtımı aparır. Ona görə də mən sizə tövsiyə edirdim ki, indi hər hansı bir fikir var, kimdən istəyir başlayaq. Riyaziyyat və fizikanı tam bitirin, 30-da 30 eləyin, qoyun kənara əgər hədəfiniz o qədər yüksək olan şahitsə. Axırda informatikaya keçin. Çünki balınız getsə, yəni çatdıra buradan qalsın da, yəni ki əmsalı azdır informatikanın. Ona görə yəni mənim imtahanlarım informatikanın nisbətən aşağı olub.
ümumi olaraq aşağı deyil əslində, sadəcə digərlərinə baxanda aşağı kimi gəlir. Amma məsələn bu il mən çoxlu 100 informatika maksimum yazan şagirdlər də o qədər görmədim. Və indi mən görməmişəm, var, amma elədir yəni, əksəriyyət üçün informatika vaxt aparır çünki. Belə, videomuz bu qədər idi. Hamıya uğurlar arzulayıram. İnşallah ki, hazırlıq müddətiniz uğurlu olar. Bu videonu izləyən əziz informatikaya hazırlaşanlar. Dediyim kimi, son olaraq bir ümumiləşdirməmizi aparaq. Nə edirsə hazırlıq müddətində toplular işləyirsə, əsasən toplu bir dənə toplusu var da zaten. O toplunu qəşəng işləyirsiniz. Bacarırsınız ikinci dəfə işləyirsiniz. Azı 2 dəfə işləsə amma çox qəşəng olar. Yəni 2 dəfə üstündən gedin yağ kimi. 20 sınağı mütləq şəkildə ən azı bir dəfə işləyin. Bir dəfə bəs edirəm əslində. Bir dəfə 20 sınağı işləyin, hazırsınız imtahana, qutarı getdi. Bir də Pythonda həmin o halları, xüsusi halları falan əzbərləyin. Məsələn, if nədir? Else zaten azlaşırsınız, onları zaten mənasını bilirsiniz. Məsələn, list siyahıya çevirmədir və yaxud orada var idi, count saymaqdır. Məsələn, var idi, siyahını sətrə çevirib sətri siyahıya çevirmək. Məsələn, join komandası olsun və s. Yəni bunları yaxşı yadda saxlayın. Önəmlidir və düşür də imtahana. Amma mənə görə imtahan çətin oldu informatikadan, məncə olmadı. Yəni dəhşətli bir qorxulu bir şey yox idi. Yəni toplu işləmişdim, getmişdim, hamısı da mənə rahat gəldi suallar. Həqiqətən işlədiyim tiplər idi, gördüyüm tiplər idi. Ona görə özünüzü çox sıxmayın, bacara bilərsiniz. İnanıram sizə bu tipə hazırlaşaraq siz də yüksək nəticə toplaya bilərsiniz. Bu arada müəllimlərimə də təşəkkür etmək istəyirəm buradan. Deməli, məktəbdən informatika müəllimim Aygün müəllimdir. Ona buradan salamlarımı göndərirəm əgər videonu izləyirsə. Və təşəkkür edirəm. Mənə bu müddətdə dəstək olduğuna görə, həmçinin uğur kursundan hazırlıq müəllimi isə Səbinə müəllim oldu. Ona da bu videonu əgər izləyirsə salamlarımı göndərirəm, onda dərin təşəkkürlərimi bildirirəm ki, hazırlıq müddətində mənə dəstək oldular. Videomuz bu qədər. Hamıya uğurlar arzulayıram. Videonu bəyənməyi, kanala abunə olmağı unutmayın. Bu qədər. Gələn videolarda 4-cü, 5-ci bölümlərdə görüşənə qədər hamınıza uğurlar arzulayıram. Sağ olun.